Bakıda itkin düşən 2015 və 2018-ci il təvəllüdlü bacı-qardaş tapılıb. Bununla bağlı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, azyaşlıların yeri Xətai rayonu Zığ şosesi ərazisində müəyyən edilib. Məlum olub ki, bacı-qardaş uzun müddət ailə daxili zorakılığın qurbanı olub. Uşaqlar anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını, atalarının isə spirtli içki qəbul etdikdən sonra onlara işgəncə verdiyini deyib. Onun sözlərinə görə, bacı-qardaş yaşadıkları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər. Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bebisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb. Mehriban Zeynalova vurğulayıb ki, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdirilib və hər iki uşaq məhkəmə tibbi ekspertizadan keçirilib. Uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib. Son olaraq qeyd olunub ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.